Bugünkü 26 aprel 9'ların buraxılışında bu funksiya məsələsinə diqqətimi cəlb eləmək istəyirəm. Yəni birinci və ikinci zonalarla bura düşmüş funksiya niyə bu qədər fərqlənir ki? Niyə bu qədər fərqlənir? Birinci, ikinci zonada funksiya sadəcə xətti funksiyaları idi və çox sadə bir şey soruşulurdu oradan, ya ordinatı soruşulurdu və s. Burada isə buna baxın ki, yaxşı, kvadratik funksiya salmısan. Yəni bu dərəcə niyə çətinə yetmisiniz ki? Deməli, burada şagird nəyi dərk eləməlidir? Birinci dərk eləməlidir ki, qollar yuxarıdır, əmsallar böyükdür 0 olmalıdır. İkinci dərk eləməlidir ki, x funksiyası y-a daha yaxındır. Deməli, bunların əmsalı bu birisindən daha böyükdür. Sonra sistem bərabərsizliyi həll eləməlidir və oradan nəticə çıxartmalıdır. Çox xoşum gəlmədi bu sualdan. Yəni ədalətsiz hesab edirəm.